Dünyanın ən zəngin 10 insanı kimdir? Onlar necə zəngin oldular? Hansı maraqlı hadisələr onların həyatına rəng qatdı? Tez-tez gündəmə gələn statik rəqəmlərdən daha fərqli və insani tərəflərini kəşf edəcəyik. Başlayaq. 1. Elon Musk. Tesla və SpaceX təsisçisi kosmosa çıxan və elektrik avtomobillərinin gündəlik həyatımıza gətirən şəxsdir. 2025-ci ildə bir qədər sərvəti azalsa da, hələ də dünyanın ən zəngini olaraq qalır. X firmasının da sahibidir. Təhlükəsizlik xərcləri artan tanınmış fiqurlardan biridir. 2. Mark Zuckerberg. Meta şirkətinin direktorudur. Facebook, Instagram və WhatsApp kimi platformaların arxasındadır. Şirkətin səhmləri yüksəldikcə sərvəti də artıb. Səhmdar olaraq Metaverse və süni intellektlə böyük sərmayə yatırır. Sosial medianın gələcəyini formalaşdırmağa çalışır. 3. Jeff Bezos. Amazonun təsisçisi, e-ticarət və bulut hesablama sahəsində yeniliyin simasıdır. Blue Origin ilə kosmos sektoruna daxil olub. Böyük sərvətini həm biznes, həm də medial sahədə The Washington Post-a yatırımında görmək olur. 4. Larry Ellison. Oracle proqram şirkətinin qurucusu və hazırda CTO-su və icraçı sədridir. Maraqlıdır ki, Ellison hava və okeanın bir adasını, Lanai adasını demək olar ki, tamamilə satın alıb. 5. Bernard Arnault. Lüks məhsullar nəhəngi LVMH-in CEO-su. Terminator ləqəbi ilə tanınır. Brendləri bərpa etmək və strategiyanı ciddi həyata keçirməklə mahirdir. İncəsənətə böyük marağı var. Parisdə Louis Vuitton fondu ilə bu sahəyə töhfə verir. 6. Warren Buffett. Omaha'nın Oracle adlandırılır. Berkshire Hathaway-in rəhbəridir. Sərvəti mart 2025-ci ildə 2,4 milyard artmışdı. Sadə həyat tərzi və ağıllı investisiya strategiyaları üzrə mütəxəssisdir. 7. Larry Page. Google'un qurucularındandır. Bu imperiya ilə digital informasiya dünyasını formalaşdırıb. Süni intellekt və kvant hesablama sahəsində yeniliklərin aktivdir. 9. Amancio Ortega. Zara və Inditex qrupunun təsisçisidir. Moda dünyasında inqilab yaratdı. Avropanın ən böyük moda imperiyasını qurmaqla fərqlənir. 10. Steve Ballmer. Microsoft'un keçmiş CEO-su. Hazırda Los Angeles'ta Chippers MBA komandasının sahibidir. Texnologiya sektorundakı uğurları sayəsində həm şirkət, həm də idman dünyasında nüfuz sahibidir. Əlavə maraqlı faktlar. Mark Zuckerberg, Jeff Bezos kimi fiqurlar milyarderlər sırasında qalmaqda sakit gündəmlərini qoruyur. Elon Musk, Sam Altman arasındakı süni zəka mübarizəsi media diqqətini cəlb edir. Bir çoxu ciddi təhlükəsizlik tədbirləri alır. Məsələn, Meta və Nvidia rəhbərləri milyonlarla dollar sərf edərək özlərini qoruyurlar. Budur, dünyanın ən zəngin 10 insanın həyatından kiçik, amma təsirli faktlar. Onların uğurları dünyanı necə dəyişdi? Səncə, bu siyahıda ən maraqlısı kimdir? Şərhlərdə fikrini bölüş və yeni videolar üçün kanala abunə olmağı unutma.